Dərin şəfa duası. Bismillahirrahmanirrahim. Ya haqq, bəzən mən yük daşıdım, sustum, ədalətsizliyə dözdüm, öz haqqımı gecikdirdim. Məzlumiyyətlə özümü qoruduğumu sandım, amma içimdə yorğunluq yığıldı. Muhammedin nur bilincində mənə xatırlat. Mən qurban deyiləm, mən haqqın şahidiyəm. Qurban bilincinə, ədalətsizlik və haqsızlıq xatirələrinə bağlı bütün kök proqramlar şəfqətlə görünür və buraxılır. Mən indi öz haqqımı sakitliklə qəbul edirəm. Ədalət mənim içimdə bərqərar olur. Amniyyət. Qurbanlıqdan azadlıq. Niyyət edirəm ki, qurban bilinci, məzlumiyyət və ədalətsizliklə bağlı bütün kök proqramlar şuurumdan, bədənimdən və soy ağacından həll olsun. Niyyət edirəm ki, mən öz haqqımı mübarizəsiz, sakit və təvazu ilə qəbul edim. Niyyət edirəm ki, ədalət mənim həyatımda daxildən xaricə doğru açılsın. Bu niyyət ilahi aşk portalında, Muhammed Nur bilincində tam uyğunluqla açılsın. Oldu. Olduruldu. Şükür. Dərin suallar. Özümü ilk dəfə nə zaman qurban hiss etdim? Haqsızlığa dözmək mənə nə qazandırdı? Öz haqqımı istəməkdən niyə çəkindim? 4. Qurban rolu məni nədən qoruyurdu? Ədaləti başqalarından gözlədiyim sahələr hansılardır? 6. Ədaləti öz içimdə qurmaq nə deməkdir? Bugün öz haqqımı sakitcə harada qəbul edə bilərəm?